Bir insan ömrünün təxminən 6 ayını işıqforda yaşıl işığın yanmasını gözləyərək keçirir. Bəs ilk işıqfor nə zaman və harda yaranıb? Belə bir ehtiyac niyə görülüb? Biləcəksiniz. Belə ki, ilk işıqfor 1868-ci ildə Londonda parlament binasının qarşısında qurulub. O vaxtlar avtomobil olmasa da at arabaları artıq kifayət qədər ciddi problemlər yaradırdı. İşıqforun ideyası isə bir dəmir yolu mühəndisinə John P. Knight adlı ixtiraçıya məxsus idi. Belə ki, John bu ideyada dəmir yollarında istifadə edilən siqnallardan ilham alıb. Yalnız qırmızı və yaşıl rəngi olan ilk işıqfor qaz lampası ilə işləyirdi. Lakin bu da çox az, cəmi bir ay işləyə bildi. Çünki qaz lampası partladı və bir polis zabiti yaralandı. Elə məhz bu hadisədən sonra isə uzun müddət bu ideyadan imtina edildi. Lakin 1914-cü ildə Amerika Birləşmiş Ştatlarının Ohio ştatında ilk elektrikli işıqfor quruldu. Qırmızı, sarı və yaşıl işıqların doğulduğu ilk an da elə bu an idi. Düşünmüsünüz heç, niyə digər rənglərdən yox, elə məhz bu üç rəngdən istifadə olunub? Çünki bu rənglərin kontrastı hava və işıq şəraitində aydın şəkildə görünür. Bu isə sürücülərin avtomobilləri daha rahat və daha diqqətli idarə etmələrinə köməklik göstərir. Belə ki, insan gözü üçün ən diqqət çəkici olan rəng qırmızı rəng hesab olunur və təhlükəni dərhal göstərir. Yaşıl isə sakitləşdirici və icazə verən rəngdir. İnsanlar rahat hərəkət edə bilər mənasını daşıyır. Sarı rəng isə diqqət və xəbərdarlıq simvolu olduğu üçün yaşıl ilə qırmızı arasında keçid rolunu daşıyır. Göründüyü kimi rənglər də təsadüfi deyil. Tarixi dəmir yolu siqnalları, gözün diqqət mexanizmi və təhlükəsizlik prinsipi ilə seçilib. Sizin isə həm yolunuzda, həm də həyatınızda daima yaşıl işıq yansın. Hər zaman diqqətli olmağınız ümidi ilə.